Salam əziz izləyicilər, bugün sizlərlə fonetikanı tam şəkildə öyrənirik. Fonetikanın lazım olan bütün məqamlarını, fonetik təhlildə bizə lazım olan bütün qaydaları öyrənəcəyik ki, artıq testlərdə əziyyət çəkməyək. Başlayaq. Fonetika bilirik ki, danışıq səslərindən bəhs edən dilçiliyin bir bölməsidir. Fonetikada saitləri, samitləri ilk öncə yaxşı bilməliyik. Bunlarda əgər çətinlik varsa, saitlərin bölgüsü, samitlərin bölgüsünü yaxşı-yaxşı əzbərləyin. Ondan sonra qaydalara keçid edərsiniz. Bilirik ki, saitlərdən I və Ü saitləri uzanmayan saitlərdir. Və I, Ü saitlərini sözlərə görəriksə, uzanma hadisəsi baş verməyəcək. Amma istisna sözlər var. Sürət, cürət, süni, cüzi, üfüqi sözlərində istisnadır ki, baxın bunları qeyd edin. Yəni, istisna nə deməkdir? Qaydadan kənara çıxılır. Ki, bu sözlərdə Ü saiti uzanır. Yəni, testlərdə görərsinizsə, bilin ki, burada artıq Ü uzanır. Cürət, süni, cüzi və üfüqi sözlərində uzanma var. Bunları qeyd dəftərinizə köçürün. Daha sonra saitlərlə bağlı nə deyəcəyik? Təbii ki, eyni cinsli, qoşa saitli sözlərdən danışacağıq. Eyni cinsli, qoşa saitli sözlər. Baxın, elə adında var. Eyni cinsdən olan iki saitin qoşalığından söhbət gedir. Yəni, bura daxildir AA və s. Məsələn, cəmaət sözü, təbii sözü, əmtə sözü, sonra maaş və s. Yəni, sizin əsas burada bilməli olduğunuz məqam nədir? İki eyni cinsli saitin yanaşı işləməsi. Burada bir hadisə baş verir həmişə. Səs düşür və uzanma baş verir. Yəni, mütləq şəkildə bu tip sözlərdə səs düşümü baş verir. Səs düşümü olur. Məsələn, cəmaət sözünü transkripsiyasını yazsaq, yəni tələffüzünü yazsaq, artıq görürük ki, yazılışda 6 hərf, tələffüzdə 5 səs qaldı. Nə oldu? İki eyni cinsli qoşa saitli sözdən biri düşdü, digəri uzanır. Hansı düşür? Birincisi, ikincisi uzanır. Təbii sözündə də yenə gördük ki, səs düşümü hadisəsi baş verir. Deməli, bu tip sözlərdə həmişə səs düşümü hadisəsi baş verəcək. Və nə yaranır? Kəmiyyət fərqi yaranır. Çünki niyə? Baxın, 6 hərf, 5 səs. Nə oldu? Kəmiyyət nə deməkdir? Miqdar. Görürsünüz, miqdar fərqi yarandı. Səs və hərf arasında kəmiyyət fərqi yarandı. Amma diqqətli olun, həmişə fərq yaranarmı? Xeyr. Yəni, hərf və səslərin sayı həmişə bəzən bu sözlərdə, bu tip sözlərdə bərabər də ola bilər. Yəni, həmişə fərqlənir desə səhvdir. Məsələn, təəccüblə sözündə tələffüzünə baxsaq, görərik ki, əl düşəcək mütləq şəkildə. Çünki biz qaydaya əsasən mütləq düşməlidir, uzanmalıdır. Amma sözün sonu lalə ilə bitdiyi üçün tələffüzdə bilirik ki, baxın, lalə ilə bitirsə sözün sonu, tələffüzdə həmişə nə olacaq? Nan, nən kimi tələffüz olunacaq. İndi təəccüblə təəccüb, nən kimi tələffüz olundu. İndi bu sözdə bilirik ki, bu qaydaya əsaslandırdıq, ə saiti düşdü tələffüzdə. Bəs baxaq görə kəmiyyət fərqi yarandı mı? Yəni, hərf və səslərin sayı bərabər qaldı, yoxsa fərqləndi? Baxsaq görərik ki, 9 hərf var. Tələffüz etsək də görərik ki, 9 səs var. Deməli, səs və hərflərin sayı bərabərdir. Amma deyiliş və yazılış arasında fərq var. Baxın, bunlar ayrı anlayışlardır. Testlərdə bəzən bunu qarışdırırlar. Sənə burada say deyir, say. Say deyirsə sayda, saydıq. Hərfləri saydıq, səsləri saydıq, düzdür? Yəni, səs və hərflərin sayı soruşursa bizdən, o zaman işimiz nədir? Saymaq.
Hərfləri sayacağıq, səsləri sayacağıq. Amma bizdən ümumilikdə deyiliş və yazılış arasında fərq soruşursa, bu ayrı bir qaydadır. Deyiliş və yazılış arasında fərq nələr hesab oluna bilər? Gəlin keçək digər səhifəyə. Baxın, bu cümlə testlərdə çox qarşınıza çıxacaq. Deyiliş və yazılış arasındakı fərq. Fərq deyirsə, bu zaman biz baxacağıq sözdə səs artımı varmı? Səs düşümü varmı? Və səs dəyişməsi varmı? Səs dəyişməsi. Deməli, səs artımı, səs düşümü və səs dəyişməsi baş verərsə, bu deyiliş və yazılış arasında ümumi bir fərq sayılır. Bir dənə də qeyd götürün ki, sadəcə səs uzanması fərq sayılmır. Məsələn, ona da nümunə deyəcəm, fərq sayılmır. Məsələn, elə nümunə sözünün özünə baxaq. Nümunə. Baxın, tələffüzünə baxsaq, necə olar? Nümunə deməyi tələffüz eləyəcək. İndi dedik ki, fərq nələr hesab olunur? Səs artımı, səs düşümü, səs dəyişməsi. İndi baxaq görək, burada səs düşümü, səs artımı, dəyişmə varmı? Xeyr. Çünki sadəcə nə var? Nümunə sözündə sadəcə u uzanıb. Deməli, sözdə sadəcə səs uzanması nə oldu? Fərq hesab olunmadı. İndi deyiliş və yazı arasında fərqi başa düşdük. Keçək digər əvvəlki səhifəyə baxaq. Bəs burada isə təəccüblə sözündə nə dedik? Hərf və səslərin sayı deyilsə sayacağıq. Hərf və səslərin sayı bərabərdir. Bu sözdə bəli bərabərdir. Amma cəmaət sözündə bərabər deyil. Çünki cəmaətdə baxıram 6 hərf, 5 səs. Təəccüblə də baxıram 9 hərf, 9 səs. Deməli, təəccüblə də bərabərdir, cəmaətdə bərabər deyil. İndi deyək ki, təəccüblə sözünün tələffüzündə neçə fərqli məqam var? Baxın, fərqli məqam deyilsə nə götürəcəkdik? Səs artımı, səs düşümü, səs dəyişməsi. İndi təəccüblə sözündə səs düşümü var. Düşdü. Səs dəyişməsi odur ki, l keçdi nəyə? N səsinə. L getdi, yerinə n səsi gəldi. Yəni keyfiyyət fərqi olub burada. Bu bir, ikinci fərqimiz. Əlavə də n artdı. Bu da üçüncü fərqimiz. Deməli, birinci fərqimiz düşmə, ikinci fərqimiz dəyişmə, üçüncü fərqimiz də artma. Deməli, neçə fərqli məqam var? 3 fərqli məqam var. Yəni, sayda isə bərabərdir. Amma deyiliş və yazılış arasında fərqi soruşsa, deməli, 3 qaydanı nəzərdən keçirdəsiniz. Səs artımı varmı, səs düşümü varmı və səs dəyişməsi varmı? Bunların hər birini də sayacaqsınız. Aha. Sonra keçək müxtəlif cinsli sait qoşalıqlarına. Müxtəlif cinsli sait qoşalıqlarını da çox sadə dillə yadda saxlayırıq və deyəcəyim bu qaydanın yadda saxlayın, digərlərində fərq olmayacaq onsuz da. Baxın, müxtəlif cinsli sait qoşalıqlarında. Qoşalıq. Baxın, yanında i saiti olarsa, yanında görürsünüz, saitlərin nə var? i var. Müxtəlif cinsli saitlərdir, yəni eyni deyirlər və yanında i saiti var. Deməli, bu sait qoşalıqlarını i ilə yadda saxlaya bilərsiniz. Çox rahat. Və fərqlənən hansılardır? A-ü, O-e. O-e-nin tələffüzü A-e kimi olur. İndi A-ü və bunlarda nə baş verir? İki saitin arasına y səsi artırılır səsdə. Deməli, bunlarda iki saitin arasına y artırılır, səs artırılıb baş verir. Deməli, necə yadda saxladıq? i sait olsun yanlarında. Fərqli olan A-ü ilə O-e olacaq. Deməli, bunlarda da y artırılır, səsdə y artırılır. Məsələn, stadion, radius, ailə, məişət və s. Yəni, istənilən sözlər yazmaq olar. A-üyə yazaq təqaüd, O-yə yazaq poema,
tələffüz etsək, baxsaq görərik ki, təbiət, y artırıldı səsdə araya. Stadion, səsdə y artım baş verdi. Radius, y artdı. Məişət, y artdı. Ailə, bəzən ailəni yazır belə transkripsiyanın içində. Qoşa nöqtəni qoymur. Amma biz bilirik ki, ailə sözündə A saiti uzanır. Ailə kimi tələffüz olunur. Mütləq qoşa nöqtə qoyulmalıdır ki, bu bizdə səs uzanmasının göstəricisidir. Əgər qoyulmazsa, mütləq səhv sayılır o. Yəni orfoepik səhv sayılır. Təqaüd, y artırılır, d, t-ya keçir. Poema sözündə isə artıq bilirik ki, y artırılır. Eyni zamanda o da A səsinə keçir. Olur poema, olur poeziya. Bunları mütləq şəkildə qeyd edin və yadda saxlayın. Yerdə qalan müxtəlif cinsli sait qoşalıqlarında söz kökündə olarsa, baxın vurğulayıram, söz kökündə olan müxtəlif cinsli sait qoşalıqlarına heç bir fərq olmayacaq. Yəni, ay müəllim, müəllimdə necə idi? Ay müəllim, müavində necə idi? Realda necə idi? Okeanda necə idi? İdealda necə idi? Baxın. Nə dedik? Bu sait qoşalıqlarını yadda saxlayırıq. Yerdə qalanlarda fərq olmayacaq. Məsələn, bəraət, şücaət, aidlərdə, sonra müavin, müəllim, sonra fəal, real, aura, seans, yəni istənilən sait qoşalı. Yerdə nə qalır qalsın. İndi biz baxsaq, bəraət, şücaət sözlərinin əsasən mənə verilən sual, müəllimə verilən sual, şagirdlərdən. Müəllim, bəs burada y artır axı, bəraət olur axı, şücaət olur axı, qiraət olur axı. Xeyr, olmur, sən oldurursan, sən səhv deyirsən. Deməli, bəzi sözlərin yazılışını, tələffüzünü etdiyimiz, yəni bəzi sözləri biz tələffüz edirik. Deməli, hər bir tələffüz etdiyimiz sözü düzgün tələffüz etməyə bilərik. Biz onları mütləq şəkildə qaydaya əsaslanmalıyıq. Sən qaydanı mütləq bilməlisən ki, aid gördümsə, aid görünə diqqətli olmalıyam ki, burada y artımı olmur, sadəcə və sadəcə uzanma var. Olur bəraət, şücaət, qiraət, düzgün tələffüz budur. Deməli, sadəcə nə olacaq? Tələffüzdə uzanma baş verəcək bunlarda. Sonra müavin, yəni ÜA və Üələrdə də sadəcə uzanma olur. Müavin, müəllim, aydındır, yəni müəllim, mavin olmaz. Bunlar köhnə qaydalardır artıq. Yəni, bunlarda da diqqətli olun ki, fərq yoxdur. Biz də uzanmanı fərq hesab etmirdik axı, düzdür? Ona görə bunlarda fərq yoxdur. Sonra fəal, real, aura, seans, gördüyünüz kimi, olduğu kimi tələffüz edirəm, heç bir fərq yoxdur. İndi, kökü bu tip saitlərlə olan sözlərdə ümumiyyətlə fərq olmazmı? Fərq ola bilər, amma saitlə bağlı olmaz, başqa bir qayda ilə bağlı olar. Məsələn, fəaliyyət sözünü iyyətlə verirsə bizə, fəal olaraq yox. Fəaliyyət sözündə ümumilikdə fərq var, amma bu saitlə bağlıdırmı? Xeyr. Çünki fəalla bağlı deyil, iyyətlə bağlıdır. Necə olur? Fəaliyyət. Gördüyünüz kimi, fəal olduğu kimi qaldı. Fərq harada oldu? İyyətdə y-nın biri düşür. İndi o qaydanı da sizə bildirəcəm. Belə, yəni saitlər bu qədər asandır, çətin bir şey yoxdur. Saitlərlə bağlı bir məqamda diqqətinizi çatdıracağam ki, bir məqamımız nədir? Mürəkkəb sözlərdə sait qoşalığı. İndi biz danışdığımız bu qaydalar söz kökünə aiddir. İndi danışacağım qayda isə mürəkkəb sözlərin birləşməsindən yaranan sait qoşalıqlarına aiddir. Məsələn, bacı oğlu, dayı oğlu, oğlu, sonra Əli açıq, Əli ağa, daha sonra xal oğlu, sonra 56, bu tərkibi mürəkkəb sayılar da ola bilər və s. Baxın, bu sözlərin tələffüzündə artıq fərq olacaq. Nə fərq olur? Səs düşümü olur. Səs düşümü də birinci sözün, yəni birinci sait düşür. Olur tələffüzdə bacı oğlu, bacı oğlu. Gördüyünüz kimi ı saiti yoxdur artıq.
Dayı oğlu yox, dayı oğlu. Əli açıq yox, əl açıq. Əli ağa yox, əl ağa. Xala oğlu yox, xala oğlu. 56 yox, 56. Baxın, yazım yenə də aydın olsun sizin üçün. 56. Baxın, belə tələffüz olunur. Yəni, artıq burada tələffüzdə, yəni transkripsiyanın içində i səsini versə, o səsdir. Gördünüzmü? Deməli, söz kökündə olarsa fərq yaranmayacaq. Müxtəlif cinslərin i olmayanların yanındaydı. Bayaq izah etdiyim qaydaları təkrar dönüb baxa bilərsiniz. Amma mürəkkəb sözlərdə isə mütləq şəkildə birinci sözün son saiti düşəcək. Bunu mütləq şəkildə yadda saxlayın. Daha sonra samitlərdən danışaq. Samitlərlə bağlı əzbər olan qaydaları bilməlisiniz. O 2 harici İngilizcə samitləri artıq bilirsiniz. Abituriyentlərimiz artıq bunu bilməlidir ki, bu ibtidai sinifdə bilinən bir şeydir. Sonra sonor samitlərimiz var. L, M, N, R, eyni zamanda cingiltili samitdir və kar qarşılığı yoxdur. Sonra H samitimiz var ki, kardır, amma cingiltili qarşılığı yoxdur ki, bunları da bilirsiniz. Samitlərin bölgüsündən eyni cinsli qoşa samitli sözlər. Qoşa samitli sözlər. Bayaq saitlərdən danışdıq, indi samitlərdən danışırıq. Eyni cinsli qoşa samitli deyirsə, burada 5 eyni cinsli qoşa samitə diqqət etməliyik. Bu 5-ində ehtiyatlı olsaq, yerdə qalanlarında onsuz da bir problem yaşamayacağıq. Hansılardır bunlar? T, T, Ç, Ç, P, P, Q, Q və Y, Y. Y-nı niyə ayırdım? Çünki bunlardan biraz fərqlənir. Onu da sonunda deyəcəm. İndi baxırıq. Baxın, bu üçü nədir? Kar, yəni üçü də kardır. Kar qoşalığıdır. Əgər iki eyni kar samiti yanaş gördünüzsə, fərq yoxdur. İki müxtəlif kar samit də yanaş görə bilərsiniz. Bunlarda mütləq şəkildə ikinci kar keçir cingiltili qarşılığına. Məsələn, T-dan biri keçsə nə olacaq? İkincisi D. İkincisi C olacaq, ikincisi B olacaq, qarşılığına keçir. Məsələn, hətta tələffüz olacaq, hətta. Müfəttiş. Tələffüz nə olacaq? Müfəttiş. Sonra Q-lara nümunə deyək, 8 yazılır, tələffüzdə olur 8. Mürəkkəb yazılır, tələffüzdə olur mürəkkəb. B, P-yə keçir təbii ki burada da. Qoşa P-larda tap-bıltı, tələffüzdə olur tap-bıltı. Gördüyünüz kimi keçdi cingiltili qarşılığına. Qoşa Q-larda isə birincisi keçid cingiltilidir kar qarşılığına. Yəni K-ya keçəcək. Bu cür tələffüz olunacaq. K, Q. Məsələn, saqqız tələffüzdə olur saqqız. Tokka tələffüzdə olur tokka. Aydındır. Bunlarda da diqqətli olun. Bu indi qoşa Q-larda diqqətli olun nədə? Baxın, bunlar əsasən dedik nəyə aiddir? Söz köklərinə. Əgər söz kökündə yox, mürəkkəb sözlərin birləşməsindən yaranan qoşa Q görsəniz, bu zaman qayda fərqli olacaq. O zaman X, Q olacaq. Gəlin ona da nümunə yazın sizin üçün. Elə burada yazın. Yəni, baxın, bu qoşalıq hardadır? Söz kökündədir. Tokkadır. Sonra saqqızdır. Amma bu cür görsəniz, balıq, qulağı. Burada da qoşa Q var, deyirsiniz. Müəllim, burada da qoşa Q var. Sonra ayaqqabı. Burada da qoşalıq var. Bəs, o zaman nə olacaq? Bu zaman isə gördüyünüz kimi bu qoşalıq kökdə deyil. İki kökün, yəni iki sözün birləşməsindən yaranan bir qoşalıq yaranır. Və bu zaman X olur. Balıq, qulağı, ayaqqabı. Bunlarda da diqqətli olun ki, bəzən bir şeyi məntiqlə yox, əzbərə öyrənirsiniz. O əzbəri də gəlib səhv yerdə tətbiq edirsiniz. O da testi artıq səhvə aparır. Ona görə diqqətli olun bu qaydalarda da. Gəldik indi qoşa Y qaydamıza. Gəlin ayrı bir səhifədə yazaq, vaxtımız getməsin. Qoşa Y qaydamızda ən asan sadə üsulu deyəcəm sizlərə. Baxın, burada
Sözün sonunda fərq yox. Sözdə iyyat, iyyət və iyyə gördünüz. Sözdə bunları gördünüz. Bu zaman düşəcək. Bəzən şəkilçi olmaya da bilər. Çox vaxt təbii ki, şəkilçi formasında işlənir, kök və şəkilçiyə iyyət qoşulur. Bəzən sözün kökündə də ola bilər bu hal. Yəni ona görə ümumilikdə bunu deyirəm sizə. Yəni sözdə bu birləşməni gördünüzsə, bu zaman nə olacaq? Tələffüzdə iyyət, yəni qoşa y-nin biri düşəcək. Sonluq bu cür tələffüz olunacaq. İndi gəlin baxaq. Məsələn, ədəbiyyat. Tələffüzdə nə olacaq? Ədəbiyyat. Sonra mənəviyyat. Tələffüzdə nə olacaq? Mənəviyyat. Bilirəm ki, artıq burada nə gördüm? İyyət gördüm. Artıq sən iyyət görən kimi bilirsən ki, iyyət varsa nə olur? Y düşür. Sonra səviyyə, vəziyyət, səhiyyə. Bunlarda şəkilçi varmı? Baxsam görərəm, yoxdur. Amma ədəbiyyat sözünün şəkilçi var. Ədəb sözündən ədəbiyyat yaranır. Mənəvi sözündən mənəviyyat yaranır. Düzdür, bunlarda şəkilçi var. Amma bəzən necə öyrədirlər? Şəkilçi olarsa düşür. Yəni belə demək bəsit qalır. Çünki bəzi sözlərdə şəkilçi olmaya bilər. Məsələn, səviyyə sözündə səv deyə söz varmı? Xeyr. Deməli, səviyyə sözü sadə sözdür dilimizdə. Sadə sözdür, amma tərkibində iyyə varmı? Bəli, var. Bu zaman yenə nə olar? Səs düşümü olar. Səviyyə. Vəziyyət sözünə baxsaq, yenə şəkilçi varmı? Xeyr. Amma sözün kökündədir də. Sözün kökündə olsa da bizə lazım olan nə idi? İyyət. İyyət varmı? Bəli, var. Bu zaman nə olur? Səs düşümü baş verir. Səhiyyə sözündə də eyni ilə. Tələffüzdə iyyə varsa nə olur? Səs düşümü olur və kökdə olsa da yenə də iyyə düşəcək. Baxın buna. Aha, belə. Davam eləyək. İndi nə zaman düşməz? Çox bəsitdir. İyyət yoxdursa düşməyəcək artıq. Sən sözdə iyyət görmədinsə, deməli səs düşümü olmayacaq qoşa y-da. Məsələn, baxın, xəyyam sözündə baxaq. Xəyyam sözündə iyyə görürəmmi? Xeyr. Bəli, bu zaman artıq qoşa y düşərmi? Biri düşərmi? Xeyr, düşməyəcək. Xəyyam elə olduğu kimi tələffüz olunacaq. Sonra səyyah baxaq. Səyyah, iyyət görürəmmi? Xeyr. Deməli, nə olacaq? Yenə fərq olmayacaq. Bir də bunlardan fərqli olaraq, baxın, niyyət sözündə istisnadır ki, fərq olmur. İyyət düz deyərsiniz, mənim bəs burada iyyət var axı. Düz var. Amma bu söz istisnadır ki, burada düşmə olmur. Elə niyyət kimi tələffüz olunduğu üçün qoşa y deyilməlidir və bu zamanda düşmə olmayacaq. Diqqətli olun. Bir də bunu da qeyd edin. Bayaq yadımdan çıxdı, ilərdə demək sizə saitlərdə. Riayət sözündə də, baxın, ia qoşalığı olsa da, burada y səsi tələffüzdə artırılmır. Yəni, deyilişi və yazılışı eyni olan sözlərə daxildir. Yəni, bu riayət sözünü də əslində orada deməliydim, amma yadımdan çıxdı, üzrlü sayın, burada dedim. Amma qeyd eləyin, baxın, niyyət, riayət sözləri deyilişi və yazılışı eyni olan sözlərdir. Niyyət sözünü bizə necə verə bilər? Niyyət sözünü bizə, məsələn, belə verə bilər. Xoş niyyətli kimi verir. Tələffüzü necə olur? Deyərik ki, müəllim, burada iyyət var da, olsun. Amma bu iki söz, xoş və niyyət sözlərdir. Axı biz dedik ki, niyyət sözündə düşmə olmur, düzdür? Tələffüzü belə olacaq, baxın, xoş niyyət, qoşa y qalır, çünki niyyət sözü istisnaydı, l keçir d-ya. Bu da nə sayılır? Səs dəyişməsi sayılır. L keçdi d-ya səs dəyişməsi olur. Deməli, deyiliş və yazılışı arasında bir fərqli məqam var. Səs düşümü olmadı. Ona görə bunlarda da diqqətli olun. Yerdə qalan samit qoşalıqlarında. Yəni, yerdə nə qaldısa da belə yadda saxlayın. Bunlarda artıq fərq olmayacaq. Söz kökündədirsə, fərq sayılmır. Məsələn, addım, məsələn, güllə, izzət, iffət, bənna,
və s. Yəni bildiyiniz artıq bu samit qoşalıqları, yəni bunlardan fərqli olaraq yenə də fərq olmayacaq. Yəni biz bildiyimiz 5 t, t, ç, ç, p, p, q, q və y, y-da da qaydanı dedim. Bunlardan başqa yerdə qalan söz kökündə olan samit qoşalıqlarında baxın fərq olmayacaq ki, yadınızdan çıxmasın. Amma bir d-da diqqətli olun. Baxın nə deyirəm? Söz kökündə olarsa deyirəm. Əgər bu qoşalıq şəkilçi və kök arasındadırsa, bu zaman birinci d keçir t-ya. Məsələn, baxın, limdə də belə bir sual var. Cümlə şəklində verir. Hansını da deyir, cümlə tərkibində olan hansı sözlərdə birincisi keçir kar qarşılama. Məsələn, Məhəmməddir sözündə qoşa d var. Deyəcəksiniz ki, ay müəllim, siz demədiniz qoşa d-da tələffüzdə fərq olmur. Olur axı, mən nə dedim sənə? Kökdə olarsa dedim fərq olmur. Amma şəkilçi və kök arasında olarsa fərq olacaq. Olacaq Məhəmməddir. Dir yox, daha doğrusu belə olacaq. Tələffüzü qoy yazın, aydın olsun. Məhəmməd D kimi tələffüz olunacaq. Çünki şəxs sonluqlarımızda r düşəcək. Bir şəxs sonu olsun, r düşür. Deməli, gördünüz ki, baxın, d nəyə keçdi? T-ya. Deməli, məsələn üçün, bunu başqa cürdə verə bilər, kənddən. Yenə, kənddən. Çünki niyə? Sözün kökündə deyil axı, kök və şəkilçi arasındadır. Qəndan. Kök və şəkilçi arasındadır. Olur, tələffüzü nə olur? Qənddan. Bax, bu qaydalara da diqqətli olun ki, işinizə yarayacaq testlərdə çox verilir bunlar. Keçək indi təkhecalı eyni cinsli samit qoşalıqlarına. Təkhecalı eyni cinsli samit qoşalığımız deyəndə alımıza hansı sözlər gələcək? Təkhecalı eyni cinsli. Hansı sözlər gəlir bunlar? Haqq gələr, sir gələr, həz gələr, fən gələr, xət gələr, pis və kül sözlər gələr alımıza, düzdür? Deməli, bu sözlərdə hansı proses baş verir? Təbii ki, digərlərindən fərqlidir. Bu sözləri tək tələffüz ediriksə, sondakı hərfin bir hərfi tələffüz olunur. Məsələn, haqq, sir, məsələn, sir deyə bilirik ki, sir, düzdür? Deməli, bunlar tək tələffüz olunarsa, biri tələffüz olunur. Həz, fən, xət, his, küldə, amma istisnadır ki, bunlarda elə olduğu kimi qalacaq. Deyəcəm nəyə görə, onu axırda izah edəcəm. İndi, bu sözlərə bir daha da diqqət edirik. Çünki samit və sait gələndə fərqlənir. Samit gələrsə, mütləq şəkildə iki eyni samitindən birini itirir. Məsələn, özündən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə. Əsasında şəkilçi gələrsə. Baxın, haqq sözündən sonra l şəkilçisi gəlsə. Necə olar? Haqq, l. Sir sözünə şəkilçi qoşsaq, nə olar? Sir, li. Amma bunlara sait qoşsaq, baxın, yazın, qeyd eləyin. Sait gələrsə fərq yoxdur. Həzzin gördüyünüz kimi z-lar, yəni qoşalıq olduğu kimi qaldı. Çünki nə gəlib? Sait gəlib. Sonra fənnin, baxın, yenə qoşalıq olduğu kimi qaldı. Nəyə görə? Sait gəldiyi üçün. Bunlarda diqqətli olun. Baxın, sait gələndə deməli, heç bir dəyişiklik baş vermir. Samit gələrsə mütləq yazıda da bir samitini itirir. Məsələn, fənlər desək, fənlər gördüyünüz kimi birini itirdi, n-sını birini itirdi. Və yaxud da sirlidə r-sını itirib, haqlıda itirib. Nəyə görə? Samit gəlib, amma saitdə itirmir. Bəs yaxşı, başqa hansı vəziyyətdə itirər? Mürəkkəb sözlərdə və bitişik yazılarsa. Məsələn, baxın, haqq sevən. Mürəkkəb sözü gördüyünüz kimi haqq və sevən sözlərin birləşməsi var. Burada da görsün, bitişik yazılan mürəkkəb sözdə də q-sını itirib. Sonra, bu fərq yoxdur. Əvvəldə də gələ bilər, sonrada da gələ bilər. Rəsm, xət. Gördüyünüz kimi, ikinci tərəfdə də gəlibdir. Yenə itiribdir. Deməli, bunları sizə qoşa ilə versə, artıq nə olar? Səhv olar. Rəsm xətti qoşa t ilə versə, nə olar? Səhv olar. Bax, bunlarda diqqətli olun. İndi, bəs bu bütün mürəkkəb sözlərə mi aiddir? Xeyr.
Devsinə yazılan mürəkkəb sözlərdə isə bu qayda keçərli deyil, çünki orada artıq dəyişmə baş vermir. Gəlin keçək digər səhifəyə, ya da burada silim, burada izah edeyim, elə keçməyək. Siz özünüz üçün mütləq şəkildə baxın, qeyd götürün. Yazdıqca da yadda yaxşı qalır bunlar. İndi dedik ki, mürəkkəb sözlərdə. Devsinə yazılan mürəkkəb sözlərdə. Aha, bilim video dayanıb, ona görə. Aha, devsinə yazılan dediğim mürəkkəb sözlərdə isə olduğu kimi qalacaq. Haqq, nahaq. Haqq, nahaq sözünü yazırıq. Gördüyünüz kimi, devsinə yazılan mürəkkəb sözlərdə birinci tərəfdə gələrsə, samitini saxlayır. Həddi, biluq. Gördüyünüz kimi, qoşalıq qalıb. Deməli, bitişik yazılan mürəkkəb sözlərdə samitini itirir və samit gələrsə, samitini itirir. Amma devsinə yazılan mürəkkəb sözlərdə və sait gələrsə, olduğu kimi qalacaq. Bəs yaxşı, hisslə külün nəyə görə bunları istisna eləyib, ulduzlamışıq, ayırmışıq? Gəlin bunlara da toxunaq. Gəlin bunlara da toxunaq. Görək nəyə görə bunlar fərqlənir. Baxın, hiss və kül sözləri əgər samitini itirərsə, fərqli mənalı sözə çevrilir. Biz bilirik ki, qoşası ilə olanda hansı məna verir? İnsanın hissi, duyğusu. Amma bir sı ilə olarsa, hiss, bu vəziyyətdə olarsa, bu nə olur? Duman. Yaxşı, kül sözü. Qoşalı ilə olanda küllü. Küllü bütöv çox mənasını bildirir. Məsələn, küllü aləm, bütün aləm, yəni bütün aləm nəzərdə tutulur. Amma kül bir lı ilə olarsa, ocağın qalığı olur. Ocaq yanır, onun yerdə qalığına deyilir, kül deyilir. Artıq görürsünüz, fərqli məna bildirir. Fərqli məna bildirdiyi üçün biz artıq orada samit itirsə, sözümüzdə məna dəyişikliyi baş verdiyi üçün artıq bunlar istisna sayılır. Amma hiss sözündə, məsələn, baxın, hissli deyil. Bir belə yazaq, bir də belə yazaq. İndi, qoşa sini yazana bilirsən ki, artıq hissli nə deməkdir? Hissi duyğusu olan demək, düzdür? Amma bir sini yazanda sən artıq bilirsən ki, burada hissli, yəni dumanlı mənasını verir. Amma sığlarda diqqətli olun, hiss sözünə sığ şəkilsini artırsaq, bu zaman məcburən biri düşəcək. Çünki qoşa 3 sı, yəni daha doğrusu 3 sı yanaşı olmaz. Bu zaman məcburən düşəcək. Deməli, nə zaman istisna vəziyyətdə düşür? Baxın, sız, siz, susuz şəkilsi hiss sözünə qoşularsa. Bax, burada diqqətli olun ki, mütləq şəkildə qeydinizi götürün. Gəldi indi bizim samitlərimizdən nə qaldı? Müxtəlif cinsli samit qoşalıqlarından danışaq. Müxtəlif cinsli samit qoşalıqlarından nə edəcəyik sizlərə? Baxın, x-tı, f-tı, s-tı və ş-tı birləşmələrində. Bu birləşmələr sözün sonunda gələrsə, elə sizə belə qeyd edin, tək olarsa fərq olmur. Amma özündən sonra samit və ya sait gələrsə fərq yaranır. Deməli, bunlardan sonra samit gələrsə, nə olur? T'ları itirir. Yəni, t səsi düşür. Yəni, t səsi olmur sözdə. Yəni, bu t'lar. Məsələn, deyirsən ki, xoş, bəxt, lik. Düzdür. Tələffüz eləsək, artıq t-nı deməməlisən. T səsi olmayacaq orada. Olacaq xoş, bəxtlik. Xoşbəxtlik. İndi, bu d, deyərsin, müəllim, bəs bu t idi, keçdi d-ya da. Xeyr. Bu d, baxın, bu likin tələffüzüdür, dik kimi tələffüz olundu. Gördünüz? Deməli, t varmı? Yoxdur. Düşmə oldu.
güzəştsiz. Şöyle nə gəldi? Samit gəlib də. Tələffüz olacaq yenə güzəştsiz kimi tələffüz olunacaq. Daha sonra indi bəs yaxşı müəllim sait gələrsə nə olacaq? Sait də gələrsə bu zaman t səsi hərfi daha doğrusu d səsinə çevriləcək. Baxın, bunlarda samitlə başlayan söz də gəlsə yenə eyni olacaq. Ha, baxın, neft fıtı var. Gördüyünüz kimi. Neft quyusu deyək. Nə gəlib? Özündən sonra samitlə başlanan söz gəlib. Düzdür? Baxın, yenə samit gəlib. Fərqi yoxdur. Şəkilçidə də bu proses baş verəcək, sözdə də. Tələffüz nə olacaq? Neft quyusu. Düşünürsünüz, baxın. Neft. T düşdü. Nəyə görə? Samit gəldiyi üçün. Bunlarda sözdə də diqqətli olun ki, çox vaxt şəkilçi ilə vermir. Sözlə də verə bilər sənə, söz birləşməsi formasında verir. Söz birləşməsi formasında və cümlənin içində sənə verilirsə, fonetik xüsusiyyət istəyirsə, bil ki, özündən sonra gələn saitə, samitə diqqət etməyi tələb edir. Saitlə başlanan söz gələrsə nə olar? Məsələn, neftin yazılır. Tələffüzdə nə olar? Neftin. Sonra sərbəst adam. Gəlin bir dənə də sözlə yazaq. Tələffüzdə nə olacaq? Bilirik ki, sait gəlirsə d-ya keçəcək. Sərbəst adam. Baxın, gördüyünüz kimi qayda çox bəsitdir. Qalıb sadəcə bir balaca təkrar edib öyrənmək. Yəni, çətin bir şey deyil. Çox sadədir. Bunlar söz ortasına da gələ bilər. Söz ortasına gələndə əsasən d-ya keçir. Məsələn, baxın, müftə yazılır. Tələffüzdə nə olur? Müftə. Sonra taxta yazılır. Baxırsınız, bu birləşmədir. Amma tələffüzdə nə olur? Taxta. Bax, sözlərin kökündə də bu hal baş verə bilər. Əsasən özündən sonra sait gəldiyi üçün nə olur? D-ya keçmə baş verəcək. Məsələn, püstə sözü də olsun elə. Püstə yazılır. Bilirsən ki, tələffüzdə nə deyilir? Püstə deyilir. Aydındır? Belə, sonra müxtəlif cinslərdən yenə danışacağım. Burada nə deyəcək sizə? Müxtəlif cinslərdə iki kar yanaşı gələrsə, bu eyni cinslərdə demişdim. İki kar yanaşı gələrsə, fərq yoxdur. Hansı kar olur olsun. İkincisi, keçir cingitli qarşılığına. Məsələn, səpçi, əski, bitki, sonra bitki, kəskin, itkin və s. Baxın, nə gördük bunlarda? İki karın yanaşı gəldiyini gördük. Bunlarda əsasən ikincisi, yəni ç, keçir cingitli qarşılan, yəni c səsini bildirir. Olacaq səpki, nə oldu mu? Əski, itki, bitki, tələffüzdə ha, baxın diqqətli olun. Kəskin kimi tələffüz olmalıdır. Yaxşı, bəs bu hal pozula bilərmi? Bəli, bu dediyimiz qayda pozula bilər. Nə zaman? Əgər sözün tərkibində kar, keş şəkilçiləri varsa və bu sözün boşallığında iki kar yanaşı gələrsə, təbii ki, burada c-ya keçmə olmayacaq artıq. Bu istisna vəziyyətiniz ki, baxın, bunu yenə qeyd eləyin. Məsələn, deyirəm ki, zəhmətkeş. Tələffüzdə nə olar? Zəhmətkeş olmaz təbii ki, elə olduğu kimi qalacaq. Zəhmətkeş kimi qalacaq. Gördüyünüz kimi, baxın, t-2 birləşməsi olsa da, keş şəkilçisinə görə fərq olmadı. Sonra, həvəskar yazılır, elə həvəskar da deyilir ki, yenə bunlarda da fərq olmayacaq. Diqqətli olun. Nəyə görə kar keş gördünüzsə, bilin ki, c-ya keçmə olmayacaq, diqqətli olun.